Salam, hər vaxtınız xeyir olsun, əziz tələbələr və məzunlar. Artıq bildiyiniz kimi, bugündən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən magistratur imtahanının birinci cəhdində iştirak etmək üçün qeydiyyat vaxtı və imtahan vaxtı açıqlanıb. Belə ki, magistr imtahanı 15 fevral tarixində keçiriləcək. İmtahana qeydiyyatdan keçmək üçün isə 14 yanvar tarixindən 26 yanvar tarixinə qədər müddət ayrılıb. Kimlər ki, magistratur imtahanının birinci cəhd imtahanında iştirak edəcək, mütləq şəkildə yanvarın 14-dən etibarən yanvarın 26-sına qədər qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə imtahana buraxılmayacaqlar və imtahan üçün buraxılış vərəqələrini çap edə bilməyəcəklər. Bu səbəbdən imtahana əvvəlcədən qeydiyyatdan keçməyiniz mütləqdir. Əziz tələbələr və məzunlar, qeyd edək ki, magistratur imtahanına hazırlaşa bilməyiniz üçün bizim mərkəzimizin müəllimləri tərəfindən peşəkar şəkildə hazırlanmış konspektlərimiz mövcuddur. Konspektlər məhz magistr imtahanını əhatə eləyir. 3 fənn üzrə informatika, ingilis dili və məntiq fənləri üzrə möhtəşəm hazırlanmış, sistemli hazırlanmış və heç bir əlavə sözə, söz yığınına yer verilmədən sistemli halda konspektlərimiz mövcuddur. Hansı ki, siz digər kitablardan oxuyursunuz. Hansı ki, o kitablar olur 500 səhifə, 600 səhifə, 400 səhifə, amma belə deyək, orada söz yığını olur. Bəzən elə olur ki, tələbələr başa düşmürlər nə yazıldığını, mövzunu anlaya bilmirlər və bizə olan çox saylı müraciətlər nəticəsində biz magistratur imtahanı üçün mükəmməl səviyyədə sistemli hazırlanmış və ən əsası imtahana hansı mövzular əsas şəkildə düşəcəksə, daha çox hansı mövzulara yer veriləcəksə, həmin mövzuları əhatə edən konspektlər tərtib etmişik. Və belə deyək, bu konspektlər əslində bizdə keçən ildən etibarən hazırlanıb və bugünə kimi 100-dən çox tələbə məzun həmin konspekti əldə edib və bizə müsbət geri dönüşlərlə gəliblər və böyük uğurlar əldə ediblər. Siz də əgər imtahana az vaxtda sistemli şəkildə hazırlaşıb yaxşı, yüksək nəticə toplamaq istəyirsinizsə, bizim 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla konspektlərimizi əldə edə bilərsiniz. Qeyd edək ki, konspektlər ödənişlidir, ancaq narahat olmağa dəyməz. Çünki qiymət hər bir tələbə üçün uyğun olan şəkildə tərtib olunub və əlavə olaraq endirimlərimiz də mövcuddur. Buyurun, WhatsApp nömrəmizə müraciət edərək konspektləri əldə edə bilərsiniz. Eyni zamanda biz bugünkü videomuzda magistr 1 jurnalı haqqında danışacağıq. Hansı ki, 2026-cı il üçün magistr imtahanına düşəcək mövzuları əhatə edir fənlər üzrə. Videoya keçməzdən öncə məlumat üçün bildirək ki, magistr 1 jurnalının da PDF-ni bizim 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Hər bir məzuna, tələbəyə öncədən uğurlar arzu edirik. İnşallah ki, hər biriniz tələbə adını, magistr adını qazanarsınız və biz də buna çox, belə deyək, məmnun olarıq ki, tələbələr qəbul olublar. Ən əsası ürəkləri istəyən, arzuladıqları ixtisasa qəbul olublar. İndi isə gəlin videomuza keçid edək. Qeyd edək ki, magistr imtahanı 3 fənn üzrə aparılır. İnformatika, ingilis dili və məntiq. İnformatika 25 sual, ingilis dili 25 sual, məntiq ümumilikdə 50 sual olur. Ümumi imtahanda 100 sual olur 3 fənn üzrə. Və hər bir fənn üzrə də limit qoyulub. Belə ki, ingilis dili üzrə minimum 5 bal, informatika üzrə minimum 5 bal və məntiq üzrə isə minimum balı toplamalısınız ki, siz qəbul ola biləsiniz. Deməli, ilk olaraq ingilis dilinə baxaq. İngilis dilindən daha çox sözün leksik və qrammatik mənaları, söz düzəltmə, word formation, nitq hissələri, isim, sifət, say, əvəzlik, some, any, no, every əvəzlikləri və onların törəmələri. Bundan başqa kəmiyyət bildirən many, much, little, few, a little, a few, a lot,
a lot of, plenty of və s. kimi deyək mövzular düşəcək. Eyni zamanda feil, əsas və köməkçi bağlayıcı feillər, modal feillər, feilin xəbər şəkli, indiki zamanın qeyri-müəyyən forması, yəni feilin zamanlara görə dəyişmələri. Bundan başqa keçmiş edəcəyin gələcək zaman, feilin məchul növü, zamanların uzlaşması, əmr şəkli, vasitəli şəkillər, şəxssiz formalar, zərf, when, where, why, how sözlərin nisbi zərf kimi işlənmə yerləri, vəziyyət bildirən sözlər, article, sözönü, ədat, bağlayıcı, modal söz, nida, cümlə quruluşu. Yəni bunlar qrammatik baxımından düşəcək mövzulardır. Eləcə də bildiyiniz kimi esse olacaq ingilis dilində və mətn olacaq. Fransız dildə eyni ilə ingilis dilindəki kimidir. Yəni ingilis dilində hansı mövzular düşürsə, fransız dilində də, alman dilində də və digər xarici dillərdə də məhz həmin mövzular üzrə düşəcək. Əlavə olaraq qeyd edək ki, informatika üzrə Windows 11 proqramı düşəcək. Yəni informatika üzrə düşəcək ümumi mövzularda nəzər salaq. İnformatika və onun əsas anlayışları, kompüter və onun texniki təminatı, yəni hardware, alqoritmləşdirmə əsasları, proqram təminatı, kompüter virusları, antivirus proqramları olsun. Daha sonra əməliyyat sistemləri, Microsoft Windows 11 əməliyyat sistemi az öncə qeyd etdiyimiz kimi düşəcək və ən əsası Word 2019-dan da salacaqlar. Microsoft Excel proqramı 2019, PowerPoint, Access, bunlar hər il düşdüyü kimi bu il də düşəcək. Yəni əlavə olaraq bu il informatikada tək fərq odur ki, Windows 11 əməliyyat sistemindən düşəcək. Və burada məhz hər bir fənn üzrə sual nümunələri düşəcək, sual tipləri də mövcuddur. Qeyd etdiyimiz kimi PDF-i WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Məntiqdən də yenə bu mövzular düşəcək. Baxın, burada sual tipləri qoyulub. Bu rus sektoru üçündür. Yəni videonun uzun olmasını istəmirəm, vaxtınızı almaq istəmirəm. Kimlər ki, magistr 1 jurnalını əldə etmək istəyir, 070-742-2818 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərlər. Eləcə də magistr imtahanı yüksək nəticə toplaya bilməyiniz üçün məhz 070-742-2818 WhatsApp nömrəmizə yazmaqla konspektlərimizi əldə edib onlardan yararlana bilərsiniz. Sizin müsbət geri dönüşləriniz və uğur qazanmağınız bizləri həqiqətən də məmnun edir. Və qeyd edeyim ki, əgər videomuz maraqlıdırsa, kanala abunə olaraq videolarımızı bəyənib yorum hissəsinə rəy bildirə bilərsiniz. Bununla da siz növbəti videolarımızdan anında xəbərdar ola biləcəksiniz və videolarımızın daha çox tələbənin, məzunun, magistraturaya hazırlaşacaq tələbələrin, şəxslərin də yararlanmasına kömək etmiş olacaqsınız. Öncədən kanalımıza abunə olan, videolarımızı bəyənən və rəy bildirən hər bir tələbəyə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, magistratura imtahanının strukturu, quruluşu, bal sistemi, ixtisaslar, bunlar haqqında nə sualınız varsa rəy bölməsinə bildirə bilərsiniz. Hər birinizə uğurlar arzu edirik. Sağ olun, gələn videolarımızda görüşmək ümidi ilə.